mütəaxir alimlərin tövhid haqqındakı sözünü oxuyacağım. Muhammed bin Abdülvahhab rahimehullah dedi: "Tövhid bu sənin əməlinin adıdır. Əgər sən bütün əməlləri Allaha yönəltsən, sən muvahhidsən. Yox, əgər sən əməlinin içinə şirki, yaradılan məxluqatı qatsan, yəni Allahdan qeyrisinə ibadət etsən, o zaman sən müşriksən." İbn Qayyim rahimehullah dedi: "Tövhid Allahın ən əzəmətli qalasıdır ki, kim ona daxil olarsa, əmində olanlardan olar." Şeyxülislam İbn Teymiyyə rahimehullah dedi: "Həqiqətən tövhid Quranın sirri, imanın özəyidir." Şeyxülislam İbn Teymiyyə rahimehullah dedi: "Tövhid imanın əsasıdır və o cənnət əhli ilə cəhənnəm əhli arasında ayırdıcı sözdür və cənnətə girmə səbəbidir. Tövhidsiz İslam səhih keçərli deyil." Şeyxülislam İbn Teymiyyə rahimehullah dedi: "Bu dünyada ən gözəl şey tövhidi bilməkdir. Ahirətdə ən gözəl şey isə Allah Subhanahu va Taala'ya baxmaqdır." Şeyxülislam İbn Teymiyyə rahimehullah dedi: "Şirk pisliklərin zirvəsidir. Həqiqətən də dinin əsli yaxşılıqları əmr edib pisliklərdən çəkinməkdir. Yaxşılıqların başı zirvəsi tövhiddir və pisliklərin başı isə zirvəsi şirkdir."